Çox xahiş edirəm, bacardığınız qədər işlə bağlı dəstək olun. Qızılgül çox sağ ol dostlar. Bir dənə dəstək olun, çox xahiş edirəm. Kartuşka supu nə olacaq? Qabiliyyətli danış. Salam qaqa, məndə iş var, işləyə bilərsən. Nə işidir qardaş? Nə işidir gözəl insan? Bəli, şükür, bu günümüzə şükür dostlar. Gözəl söz yazanlar, gözəl insanlar, Allah ürəyicə görə bilsin. Heç kəs bir dəqiqə bir dənə düzgün bir söz deyim, heç kəs istəməz bir dəqiqə kasıb olsun. Hamı istəyir imkanlı olsun, amma kasıb da özünə görə. Allaha doğru, siz necəsiniz? Salam aleykum, kasıb oğlan. Yazısan qazanmış olsun, çox sağ olun. İş lazımdır dostlar, iş. Haradır? Nə? Kariyerdə iş var, gecəsi məni. Kariyerdə nədir? Allah verəndən. Xeyr, taksi işləmirəm, çünki maşın yoxdur dostlar. Maşınsızam. Olsa maşın günlüyə xəbər edin. Asim bala, çox sağ ol. Mahir müəllim, xoş gəldin Mahir müəllim, necəsiz? Mahir müəllim də gözəl qardaşlarımızdır. Ayşın kartoşka supuydu, damaklı zaten. Salam Mahir müəllim, salam, necəsiz? İşsizəm, nə olar ki, bir dəstək olanda. Bir dənə hədəflərimizi tamamlayalım dostlar, çox xahiş edirəm. Yəni, hədiyyələrinizlə dəstək olun. Allaha da xoş gedər.
Ekranı beğenin dostlar, zəhmət olmasa. Ekranı beğenin dostlar, çox xahiş edirəm bacardığınız qədər. Gedək otağımıza. Faberlik, aleyküm salam. Yuxarı bak yazıb. Kim yazıb? Ekranı beğenin dostlar. Sen ancaq deyirsən vereyim yatım. Ay Tural, sen Allah yaxşı görə vereyim yatım. Kim yeyib yatır indicim? Yeyib yatanlar bilsən kimdir? Faberlik evdədir. Onu mən qoydum qırağa. Maman necədir, yaxşıdır. Biri yazıb iş barədə. Hikmət zamanlı. Sertifikatım yoxdur. 2 ilim tamamdır. Prosta bir dənə ödəniş eləyib. Ondan sonra təlimlərə quşa. Salam axşamı xeyir. Dənizə aleyküm salam. Su yemək olsa yemək olar. Aldım da təzəsini almışam. Çox sağ ol Faberlik. Allah kömək olsun. Aleyküm salam. İşlə bağlı dostlar, sürücü işlə bağlı özünə bir kofta aldı bala. Şirniyyat 14. Şirniyyat 014. İmkan olsa alaram. İmkan yoxdur ki almıram da. Hər şey durub lağ eləmək, gülmək olmaz ki. Ayıbdır valla, Allah koysun. Vallahi həqiqətən deyirəm. Kimsə kiməsə əgər paltarı ilə, geyimi ilə, keçimi ilə sınağa çəkirsə, onu sınayırsa, vallahi düz eləmir. Kofta yollayacağım sənə. Müzik. Allah köməyin olsun. Ekranı beğenin, canlını paylaşın benimle. Sen tutkanın cebindeydi, onu koydum gittim. Eve koyacağım. Baba sen dur taktı. Ha, qara. Peçka hara gitti? Peçka hara gitti? Peçka hara gitti? Yavaş. Ehtiyatlı ol abi. Koydum böyle çikolatalarını serdim. Ha. Ekranda beğenen dostlar, zəhmət olmasa. İşlə bağlı dostlar, çox xahiş edirəm. Real iş təklif edənlər sənə gəlin. Ne oldu abi? Ne yaptın sana? Yandım söndürdüm. Yemeği ne? Yorulmuyorsan işte. Canlıdayım. Bura evde hara olacak ev. Hara olacak ki bura evde.
Bir şey elə gətirib orada deyək saska var. Yemək niyə eləmirsiniz ki siz? Mənə çox maraqlıdır. Tanıdı deyilsən. Gətirsiz mən tezdən getmişəm de. Tezdən yox da fermada işləyə bilərsən. Mənə bir cavab ver. Qabiliyyətli danış. Xeyr, fermada yox. Mamam bizdə də. Leyli qoşuldu. Xoş gəldin Leyli. Dostlar, bir evin elə bir kirayəsini vermək üçün 150 manat ehtiyacı var. Dəstək olmaq istəyən dəstək olsun. İşsizəm hal-hazırda. Evi dəyişdiniz, bəli. İşsizəm hal-hazırda. Mübarək ay gəlir, Ramazan ayı gəlir. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Ay, nə tutunum. Bəli, köçmüşəm. Rəsul nəyə cavab verim? Yox, xırdalan deyil, bir nə saxoz. Mənə işçi lazımdır. Rəsul, hara lazımdır sənə işçi? De görüm, qardaş. Nuray Əliyeva, havayı ye. Havayı heç kəs yemir, Adəm. Danışıqa diqqət elə. Yaxşı mı? Havayı yeyir. Heç kəs havayı yesən yemir. Yaxşı mı? Yalancının hər şeylə lənət olsun, havayı yeyirəmsə. Hər kəs işləyir, alnın təri ilə pul qazanır, yeyir.